Azərbaycan istehsalı olan keramogranit plitələr. Onları almağa dəyərmi? Və onların ən böyük mənfi cəhəti nədir? Bugünkü buraxılışda bu və digər sualların cavabını tapmağa çalışacağıq. Bu kəmərlərə bir baxın. Kəmərin biri artıq cırılıb. Qablaşdırmanın üzərində "Our goal is your smile" yazılıb. Bu mənasız bir cümlədir. Yəqin ki, onlar "Our goal is to make you smile" demək istəyirdi. Web-sayt da var, amma əlbəttə ki, o da işləmir. Yuxarıda müxtəlif simvollar var. Onların mənası odur ki, bu plitələr döşəmə üçün nəzərdə tutulub, yağışa və şaxtaya davamlıdır. Bizə məlum olmayan səbəblərdən bu plitələr Rusiya standartlarına uyğun hazırlanmışdır. Burada həmçinin plitələrin ölçüləri və qalınlığı barədə məlumat var. Misal üçün, bu İran plitələri daha geniş və faydalı məlumat bizə təqdim edir. Gəlin görək qablaşdırmanın içində nə var. Plitələrin qoruması üçün qara plastik köşələr qoyulmuşdu. Plitənin arxa tərəfində çıxıntılı zolaqlar var. Ox işarəsi və Çin dilində yazılar. Yazı belə səslənir: Yongguo Tishu. Azərbaycan dilində bu Çin texnologiyası deməkdir. Nəzərə alın ki, bu Azərbaycan məhsuludur. Su ilə sınağın vaxtı gəlib çatdı. Yaxşı plitə suyu özünə çəkmir. Bu plitələr rektifikatdır, yəni onlar ara qoymadan bitişə bilər. Gəlin görək plitənin üstü nə qədər düzdür. Üstü düzdür, lakin mükəmməl deyil. Plitənin kənarları nədənsə yumrulanıb. Çay vaxtıdır. Heç bir ləkə yoxdur.
İndi isə plitələrə əzza vəziyyət verəcək. Müqayisə üçün sol tərəfdə İran plitəsi yerləşdirilib. Bəlkə vintaçdan daha effektiv olar. Heç bir təsiri olmadı. Plitənin üstü hamar deyil, məhmərə bənzərdir. Keyfiyyətsiz plitələrin üzərində olan şəkil çox vaxt bulanıq olur. Gördüyünüz kimi plitələr rahatlıqla kəsilir. Crash testin zamanı gəlib çatdı. Beləliklə biz əsas məqama gəlib çatdıq. Bəs görəsən bu plitələrin mənfi cəhəti nədir? Onların çatışmayan cəhəti odur ki, şəkilləri identikdir. Yəni bütün plitələr bir-birinin tam eynidir. Onları yanaşı düzəndə eybəcər görüntü yaranır.